Azyaşlı uşaqları olan valideynlərin nəzərinə bu xəbər məhz sizin üçündür. Qeyd eləyək ki, 2023 və 2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikası ilə bağlı Azərbaycana yeni vaksin gətiriləcək. Heksa vaksini adlanır bu vaksin və İqtisadiyyat Az bu barədə məlumat verir ki, artıq bununla bağlı Səhiyyə Nazirliyi hazırlıqlara başlayıb. Nazirliyin tabeliyindəki Səhiyyənin təminat mərkəzi 310 min ədəd 6 komponentdən ibarət olan həmin vaksini sifariş eləyir. Mərkəz vaksinin satın alınmasına 25,2 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırır. Xatırladaq ki, sözü gedən həmin vaksin uşaqları 6 xəstəlikdən qoruyan kombinə edilmiş bir peyvənddir. 3 doza şəklində 2-ci, 4-cü və 6-cı aylarda tətbiq olunur. Daha sonraki 18-ci ayda isə yenidən istifadə edilir. Həmin peyvənd vurulur və qeyd eləyək ki, sözü gedən peyvənd uşaqları difteriya, göy öksürək, tetanus, hepatit B kimi bir sıra xəstəliklərdən qoruyur.